yanda, yoxladanda mütləq və mütləq sərbəst testosteronu yoxlamaq lazım. Sərbəst testosteron sizin cinsi statusunuz barədə, cinsi səviyyəniz barədə dəqiq məlumat verir. Burada da bu deyilən hərəkətləri eləyəndə təbii ki, sərbəst testosteron artır, üstəgəl o dediyim qidalardan qaçanda, qaraciyərə uyğun müalicələr eləyəndə, o bağlı vəziyyətdə olan testosteron da yavaş-yavaş açılmağa başlayır, yəni sərbəstləşir. Bax, bu məsələləri həmişə nəzərinizdə tutun. Qidalar, hərəkətlər, bunlar cinsi zəifliyin aradan qaldırılması üçün vacib aspektlərdir, vacib məsələlərdir. Yəni, tək dərmana söykənib cinsi zəiflikdən çıxmaq olmur. Mütləq insan özü nəsə eləməlidir. Ancaq dərman için hər şey yaxşı olsun, belə olmur bu məsələdə. Yəni, burada mütləq insan həyat tərzini dəyişməlidir. Əgər davamlı olaraq cinsi zəiflikdən yaxa qurtarmaq istəyirsinizsə, dərmansız məsələni həll eləmək istəyirsinizsə, mütləq və mütləq həyat tərzinizi dəyişməlisiniz, mən dediyim qidalardan qaçmalısınız və aktiv hərəkətli həyat sürməlisiniz. Açıq havada çox olmaq məsləhətdir, dediyim idman hərəkətlərini eləmək məsləhətdir. Bir də məsləhət gördüyüm yeməklər var, keçən səfər demişdim, videolarda var, oradan baxa bilərsiniz. Bir də o yeməklərə üstünlük vermək lazımdır.